Salam, hörmətli şagirdlər, müəllimlər, tələbələr. Bugün mövzu olaraq feili keçirik. Feili təsriflənən formalarını keçəcəm yalnız. Yəni, təsriflənməyən formalarının video izahı var. Yorum hissəsində onun linkini atacam, oradan izləyərsiniz. Feilin təsriflənən formalarını keçməzdən əvvəl ümumiyyətlə təsriflənən formaların daxildir feilin zamanları, feilin sadə şəkilləri, feilin qrammatik məna növləri, təsirli və təsirsiz feillər. Bunlar haqqında bugün danışılacaq. Bir də feilin şəkilçiləri haqqında danışmaq istəyirəm. Deməli, feilin şəkilçilərində bilirik ki, adlardan feil yaradan, bir də feildən feil yaradan leksik şəkilçilərimiz var. Baxaq görək bunları sadə yolla necə yadda saxlaya bilərik. Feildən feil düzəldən leksik şəkilçilər. Adlardan feil düzəldən leksik şəkilçilər al, əl, la üstü 2, lan üstü 2, laş üstü 2, sonra hətta burada imsə də var. Buna mənimsə sözü aiddir. Mən əvəzliyindən mənimsə feili yaranmışdır. Çoxdur şəkilçilərimiz. Deməli, burada ıl üstü 4, ın üstü 4, ış üstü 4, dır üstü 4, ıt üstü 4. Burada da imsəni biz görə bilərik. Artıq burada gülümsə formasında olacaq. Gülmək feilindən gülümsəmək feili yaranmışdır. Gülmək feilindən gülümsəmək feili yaranmışdır. Deməli, sadə yolla necə yadda saxlayaq? Fikir verin ki, adlardan feil düzəldən şəkilçilərin əksəriyyəti 2 cür yazılanlar, feildən feil düzəldənlər isə 4 cür yazılan şəkilçilərdir. Deməli, bir bildiyimiz ipucu odur ki, feildən feil düzəldənlər 4 cür yazılır. Bunu bir yadımızda saxlaya bilərik. Bir də adlardan feil düzəldən leksik şəkilçilər al, əl, düzdürmü? Deməli, açıq sahitlərdir, la, lə. Amma feildən feil düzəldən leksik şəkilçilərdə qapalı sahitlər iştirak edir. Il, ın, ılın özü 4 formada olanda ıl, il, ul, ül, belə bu formaya düşür, yəni qapalı sahitlərdir. Bir də deməli bəzi hallarda biz bunu sözlərdə deyir müəllimə, mən necə bilim ki, bu adlardan feil yaradıb ya feildən feil yaradıb. Ya bəzi hallarda məsələn ın üstü 4 şəkilçisi bilir ki, qrammatik də olduğu hal olur. Necə bilim ki, bu leksikdir yoxsa qrammatikdir. Əgər bax, sözün feildirsə, əgər feildirsə, ha sözün, bu ismə sifətə aid deyil. Sözün feildirsə, yəni feil yaranıbsa, həmin şəkilçiyə maqmək artıra bilirsənsə, deməli o şəkilçi leksikdir. Məsələn, dır üstü 4 də buna aiddir. Dırdan sonra maqmək artıra bilirəmsə, dır deməli leksikdir. Yox, əgər dırdan sonra maqmək məsdərin şəkilçisini artıra bilmirsənsə, deməli odur qrammatik imiş. Leksik deyil. Yəni feildirsə sözümüz bununla da yoxlaya bilərik. Maqməklə də yoxlamaq mümkündür. İndi baxaq, məsələn, baxın, yazılıb qocalmaq sözü. Düzdürmü? Sözümüzün özü qoca. Ona artırılıb leksik şəkilçi. İndi bu deyir, mən hardan bilim bu l, al, əldir, yoxsa ıl üstü 4-dür. Bunu hardan biləcəyik? Bilirik ki, sözümüzün kökü qoca sifətdir. Əgər sözümüzün kökü qoca sifətdirsə, adlardan feil düzəldən şəkilçi olacaq. Yəni, ıl üstü 4, yox, al, əl olacaq. Yaxşımı? Bunu bu formada bilirik. Sonra bir söz də var, çox yəni müdavimlərin səhv saldığı sözlərdəndir. Deyir ki, qorxutmaq idi də, səhv etmirəmsə. Səhv etmirəmsə o idi. Burada da deyir ki, müəllimə, niyə görə qorx feilindən sonra qorxu ismini yaradıb? Yəni, niyə görə ını ayrı leksik, tını ayrı leksik götürə bilmirik? Deyir, müəllimə, niyə görə götürə bilmirik? Ona görə götürə bilmirsən ki, bu t, ıt şəkilçisidir də. Deyir, bu şəkilçidir. Baxın bu. Nədən nə yaradır? Feildən feil yaradır. Yəni, əgər bu feildən feil yaradırsa, sən qorxu ismindən qorxut feili yarada bilərsənmi? Yarada bilmərsən. Çünki o feildən feil yaradan leksik şəkilçidir. Deməli, qorxut, qorxmaq feilindən yaranmışdır. Yəni, burada
Bütövdür şəkilçi. Qorxu yaratma, yaxşımı? Bütöv götür, parçalamama yəni bu şəkilçini. Burada parçalama məsələsində lanləndə, laşləşdə də biz bunu görürük. Məsələn deyir, salamlaşmaq. Məsələn, baxın, burada bölünür. Salamla, la ayrı leksik, şı ayrı leksik, maq qrammatik. Yəni, salamladım ki, salamlaşdım. Mən onu salamlamasam, biz necə salamlaşacağıq? Salamladım, salamlaşdıq. Sonra deyir, ayaqlanmaq, sonra ayaqlaşmaq. Hə. Ayaqlananda, məsələn, deyir, mən metroda ayaqlandım. İçində də sözümüzün kökü ayaqdır o heç. Deyir, mən metroda ayaqlandım. Ayaqlananda məni ayaqladılar ki, məni ayaqlamasalar mən necə ayaqlanacağam? Məni ayaqladılar ki, mən ayaqlandım. Ayaqla ayrı leksik, n ayrı leksik. N-dakı ı-sı 4-də ı-sı düşüb sadəcə. Amma ayaqlaşmaqda isə laş bütöv leksik şəkilçi götürüləcək. Laş əgər bütöv leksik şəkilçidirsə, zamanla, dövrlə biz ayaqlaşırıq. Zamanla, dövrlə ayaqlaşanda biz zamanı, dövrü tapdalamırıq, ayaqlamırıq. Yaxşımı? Ayaqlaş, laş bütöv leksik şəkilçi kimi götürüləcək. Bu belə. Sonra, bir də bizim qarşımıza sevinmək sözü çıxır çox zamanlar. Bilin ki, sevin bütöv kökümüzdür. Sev sözün kökü deyil. Bunu da belə yadda saxlayırıq ki, hər sevən sevinmir. Hətta bu söz belə olanda, sevinci olanda tək c leksik olacaq. Yaxşımı? Bunu da belə bilirik. Feildən feil yaradan şəkilçiləri bir sözlə də yadda saxlaya bilərsiniz. Bu şagird olanda abituriyent vaxtı bizə müəllimlər belə yadımızda saxladırdılar. İlişdirin sözü ilə. Yəni, hər hissəsi bir şəkilçidir. Yəni, bu formada da yadda saxlaya bilərsiniz, əgər yadınızdan çıxırsa. Unutmadıq ki, feildən feil düzəldən leksik şəkilçilər 4 cür yazılanlardır. Qapalı sahitlərdir. Adlardan feil düzəldən leksik şəkilçilər 2 cür yazılır və açıq sahitlərdən istifadə edilir. Və təbii ki, bu tipli sözləri də yaddan çıxartmırıq. Məsələn, ucalmaq sözü də. Uca sifətindən ucalmaq feili yaranıb. Oradakı şəkilçi al, əldir. Il üstü 4 deyil. Çünki il üstü 4 feili artırılır, uca feil deyil. Yəni, belə şeylərə diqqət edin. Kök və şəkilçiyə ayıran zaman şəkilçimin də leksik yoxsa qrammatik olduğunu mən hardan bilirdim? Maqməki artırmaqla. Yəni, artırılırsa leksik, artırmaq olunursa qrammatik. Yəni, buna da diqqət edin. Yəni, təkcə dır üstü 4 şəkilçisində deyil bu. In üstü 4-də də yəni biz bunu müşahidə edə bilərik. O da sözümüz feildirsə, yəni gedib əgər ismi artırıb ismin şəkilçisini, nə bilim, sifətin şəkilçisini belə tapmağa çalışmayın. Söz feildirsə maqməki yoxlaya bilərsiniz. Çünki maq üstü 2 şəkilçisi məstərin şəkilçisidir. Məstər də feillərə qoşulur. Belə. Sonra feilin zamanları. Buradan yazıram, bizə lazım olacaq feilin zamanları. Keçmiş zaman. Keçmiş zaman bölünür 2 yerə. Nəqli keçmiş, şühudi keçmiş, indiki zaman və gələcək zaman. Gələcək zaman bölünür 2 yerə. Qəti gələcək və qeyri-qəti gələcək zaman. Deməli, keçmiş zaman şəkilçilərinə baxaq. Keçmiş zamanın şəkilçiləri birinci nəqli keçmiş oldu. Bunun şəkilçisi ıb üstü 4 və mış üstü 4 olacaq. Şühudi keçmiş zamanın şəkilçisi d üstü 4. Yəni, d üstü 4-ü necə yadda saxlayırıq? Şühudinin özündə sözün sonunda d var. Yadda saxla ki, şühudi keçmiş zamanıdır. İndiki zaman hərəkət indi baş verir. Ir üstü 4. Yazıb, oxumuş, yazdı, yazır. Qəti gələcək zaman. Acaq, əcək, yazacaq. Qeyri-qəti ar, ər. Yazar.
Dərsini yazacaq. Bu dəqiqdir. Gedib yazacaq. Qəti gələcəkdir. Amma qeyri-qəti dərsini yazar da. Yazar. Bilmirik. Yazacaq, yazmayacaq, məlum deyil. Qeyri-qətidir. Yəni yazacaqsa öz insafından asılıdır. Yəni hərəkətin icrası qəti deyil. Aydındırmı? Qeyri-qəti gələcək zamanda. Sonra baxaq, keçmiş feilin zamanlarını keçdik. İndi feilin qrammatik məna növlərini qoy izah edeyim sizə. Deməli, feilin qrammatik məna növləri. Qısa-qısa yazıram ki, onsuz da səsləndirirəm. Yəni siz də aydın olur nə yazdığım sizə də. Deməli, feilin qrammatik məna növləri. Birincisi məlum, məchul, sonra qayıdış. Qayıdışdan həmən sonra şəxsiz yazıram, çünki şəkilçiləri eynidir. Şəxsizdən sonra icbar və sonra qarşılıq birgəlik. Deməli, məlum növün şəkilçisi yoxdur. Məlum növün şəkilçisi olmadığına görə bu növ feillər sadə, düzəltmə, mürəkkəb ola bilər. Yəni quruluşca növünə görə sadə, düzəltmə, mürəkkəb ola bilər. Xüsusi bir şəkilçisi yoxdur. Yəni buna bir riyaziyyatdakı olan boş çoxluğu artıraq. Yəni şəkilçi yoxdur ona görə. Məchulun şəkilçisi ı+4, ın+4. Qayıdışın şəkilçisi ı+4, ın+4. Şəxsizdə ı+4, ın+4. İcbarda dır+4, it+4. Qarşılıq birgəlik növdə isə ış+4 bizim şəkilçilərimiz olacaq. Bu gördüyünüz şəkilçilər leksikdir. Bu şəkilçilər leksik olduğuna görə məlumdan başqa yerdə qalan məna növləri sadə ola bilməz. Düzəltmə bir də mürəkkəb olacaq. Yəni quruluşca növünə görə düzəltmə bir də mürəkkəb olacaq. Bu belə. Sonra məchul, qayıdış, şəxsiz növlərdə təsirli, təsirsiz məsələsi var. Ona da baxaq. Məchul növ feillərdə təsirlidən yaranır, təsirsizə keçir. Baxın, oxun başı təsirsizə tərəf edirəm ki, yəni təsirsizə keçir. Qayıdış növ feillərdə təsirlidən yaranır, təsirsizə keçir. Şəxsiz növ feillər artıq təsirsizdən yaranır, elə təsirsizə də keçir. Yəni olduğu kimi qalır, təsirsiz kimi qalır. İcbar növ feillər isə təsirlidən yaranır, elə təsirli olaraq da qalır. Qarşılıq birgəlik növlərdə isə fərqlidir. Bax, qarşılıq növ təsirlidən yaranır, təsirsiz olur. Amma birgəlik növdə isə yəni şəxsiz kimi təsirsizdən təsirsizə keçir. Bunu bildik. İndi bunları da bildiyimizə görə onu da bilməliyik ki, bəs bu təsirli, təsirsiz feillər nə feillərdir? Yəni bu təsirli, təsirsiz feilləri biz nə götürək? Nə deməkdir bunlar? Deməli, təsirli, təsirsiz feilin nə olduğunu birinci anlayaq. Təsirli feillər ismin təsirli halının suallarına cavab axtarır. Təsirli halın sualları hansılardır? Kimi, nəyi və haranı? Bunlar təsirli feillərdir. Deməli, kimi, nəyi, haranı deyir ki, dərsini yaz, sual verirəm. Nəyi? Düzdürmü? Təsirli halın sualına cavabı axtarırsa bir feil, deməli, o təsirli feil sayılır, yaxşımı? Amma təsirli haldan başqa yerdə qalan halların suallarına cavab axtarılanda o təsirsiz feil götürülür. Məsələn, deyir, zəng et. Zəng et feilinə sual verəndə deyirsən kimə? Düzdürmü? Yönlü halın sualını biz veririk artıq burada. Deməli, bunlar təsirsiz feillərdir. Aydındır. Təsirli, təsirsiz feilləri belə fərqləndiririk. Həmin feillər bizə feilin qrammatik məna növlərində lazım olacaq. Deməli, indi bir-bir cümlələr yazaq, bunların fərqinə də baxaq. Məchul növ feillərdə dedik ki, baxın,
məlum növdə feilin xüsusi bir şəkilçisi olmadığına görə işi görəndə məlumdur. Yəni hərəkəti icra edən şəxs məlumdur. Məchul növ feillərdə isə işi görən, icra edən şəxs adı üstündə məchul. Bilmirəm kim gördü işi. Deyir ki, qapı döyüldü. Lövhə silindi. Bu ümumiyyətlə qrammatik məna növlərində birinci şəkilçini tap. Tək elə məna ilə tapa bilməzsən. Çünki tək elə məna ilə axtarmağa çalışsaz feili, qayıdış növ feillərdə çox səhv edəcəksiniz. Qapı döyüldü. Il məchulun şəkilçisidir. Lövhə silindi. In məchulun şəkilçisidir. Şəkilçimi bildim. Şəkilçimi biləndən sonra mənaya artıq baxıram ki, qapı döyüldü. Kim tərəfindən bilirəm? Bilmirəm. Müəyyən bir şəxs edib, amma bir şəxs var burada. Yəni bir şəxs var, amma onu biz bilmirik. Lövhə silindi. Burada da müəyyən bir şəxs var, bir adam tərəfindən silinib. Bunu da bilmirsən. İndi şəxssiz növ feillərdə isə məhculla çox səhv salınır şəxssiz növ feillər. Orada da çünki işi görən bilinmir kim tərəfindən görülür. Baxaq, deyir ki, iclasda məsələyə baxıldı. Qonağa hörmət edildi. Deməli, iclasda məsələyə baxıldı, qonağa hörmət edildi. Yuxarıdakı məchul növlərdə biz bildik ki, bir şəxs işi gördü. Amma iclasda məsələyə baxıldı cümləsində biz şəkilçində görürük. Görürük sözümüz də təsirsizdən təsirsizə keçib. Bax, kimə? Təsirsiz feil. Baxıldı. Kimə? Yenə də təsirsiz feil olaraq qalır. İndi biz nəyə baxırıq? Bunu müəyyənləşdirəndən sonra mənaya baxdıq, yəni əsas məzmununa. Şəxssiz növ cümlələrdə şəxs məlum deyil və o şəxsi ağlıma da gətirə bilmirsən. Məchulda elədir ki, bir şəxsi ağlıma gətirə bilirsən. Bir adam döyüb, məsələn, zəng çalındı, bir adam tərəfindən zəng çalındı. Məsələn, deyir, uşaq deyir, döyüldü, bir adam tərəfindən döyülüb, bilmirsən amma. Yəni, çoxdur, otaq təmizləndi, bir adam tərəfindən təmizləndi, amma bilmirəm kim tərəfindən təmizlənib. Yəni, bir şəxs var, işi görən, bilmirəm. Amma şəxssiz növ cümlələrdə iclasda məsələyə baxıldı, bir adam tərəfindən baxılmayıb, iclasda nə qədər insan olub? Yəni, iclasda hansı adam tərəfindən baxılıb, ağlıma o şəxsi gətirə bilmirəm. Sonra, qonağa hörmət edildi. Qonağa kim tərəfindən hörmət edildi? Yəni, kimlər tərəfindən hörmət edildi? Bir şəxs ağlıma gətirə bilmirsən, düşünə bilmirsən, yaxşımı? Deməli, bunlar şəxssiz növ feillər sayılacaq. Şəxssiz növ feillər bizə sadə cümlənin şəxsə görə növlərini keçəndə şəxssiz cümlələr var. Onlarda lazım olacaq. Ona görə bu feilləri yaxşı öyrənin, yaxşımı? Sonra qayıdış növ feillərimiz var. Qayıdış növ feillərdə də təsirlidən təsirsizə keçir. Şəkilçimiz də elə eyni qaydadadır, il-ın. Amma qayıdış növ feillərdə işi mən özüm öz üzərimdə icra edirəm. Başqası icra etmir. Özüm öz üzərimdə işimi icra edəcəm. Məsələn, deyir ki, yuyundu. Uşaq yuyundu. Uşaq özü yuyundu. Onun leksik. Sonra deyir ki, gül açıldı. Sonra deyir, əskər irəli atıldı. Əskər özü irəli atıldı. Kimsə uzaqdan itələməyib, özü irəli atıldı. Sonra deyir ki, kənd uzaqdan görünür. Uzaqdan sözünü yazmıram. Kənd görünür. Kənd uzaqdan görünür birləşməsində kəndi kimsə əli ilə götürüb mənə belə göstərmir ki, düzdür? Kəndi mən özüm görürəm. Kəndi kimsə mənə göstərmir. Və yaxud da bir dağ görünür. Dağ özü mənim gözümə görünür. Dağı kimsə götürüb mənə göstərmir. Bunlar qayıdış növ feillər sayılır, yaxşımı? Amma məsələn, baxın, deyir, əskər irəli atıldı. Amma desəm ki, yola top atıldı, məchul. Bir adam atdı, bilmirsən kim atdı, kim tərəfindən icra olundu, bilmirsən. Sonra deyirəm ki, gül açıldı, hava açıldı, ya hava tutuldu, bunlar qayıdışdır, özü icra edir. Amma desəm ki, güllə açıldı, kim tərəfindən?
Bilmirəm kim. İşin yəni kim tərəfindən icra olunduğunu bilmədiyimə görə o artıq olacaq məchul növ feillər. Aydındır? Ümid edirəm ki, bu üçünü səhv salmayacağıq. Yəni qarışdırmayacağıq bir-biri ilə. Məchulda işi görən bilmədim kimdir. Şəxssizdə ümumilik anlayışı var. Ümumiyyətlə o şəxsi ağlığa gətirə bilmirsən. Bir adam ağlığa gəlmir. Təsirsizdən bəd ayaqda bunu yoxla. Təsirsizdən təsirsizə keçir, amma bu təsirlidən təsirsizə keçirdi. Bunu da yoxlaya bilərsiniz, səhv salmamaq üçün. Qayıdış növ feillərdə asandır, işi öz üzərində görürəm, amma diqqət edin, qayıdış növ feillər hər işi öz üzərində icra edən feili mən qayıdış növ feil götürə bilmərəm. Ona da diqqət edin. Baxır deyir müəllimə, axı bu işi öz üzərində icra etdi də, mən niyə bunu qayıdış götürə bilmirəm? Şəkilçi yoxdur. Dedim axı dərsi başlayanda mən şəkilçiləri sadalayanda dedim ki, birinci şəkilçiyə bax, ondan sonra sən mənaya bax. Feilin yaratdığı mənaya ondan sonra baxa bilərsən. Deməli deyirəm ki, gözüm sulandı. Gözüm sulandı. Sonra meyvə sulandı. Bağ sulandı. Kabab sulandı. Deməli, 4 dənə sulandı sözünü yazmışıq. Buradan başlayaq, üçüncüdən. Hamısının kökü onsuz da su sözüdür. Hamısında kökümüz eynidir. Bağ öz-özünə sulana bilməz. Bağı kimsə sulayıb. Bağı kimsə suladı, düzdürmü? Bağ sulamaq, bağı sulamaq. Sulandı ki, sulayarsan ki, yəni sulanar. Sula, sulan. Yəni bu artıq məchuldur. İşi bir adam görüb, yəni o bağı sulayan kimdir bilmirsən. Məchuldur. Amma yerdə qalanları, bax, kabab sulandı. Kabab yəni bişənə yaxın o yağı çıxır üzə, sulanır. Kimsə götürüb o kababı sulamır. Sulasam o sönəcək, bişməyəcək. Lam bütövdür, məlum növdür. Baxmayaraq ki, özü eləyir işi. Meyvə sulandı. Meyvə sulanır, meyvə çox qalır. Əyri, şaftalı məsələn çox qalır, sulanır o. Onu yəni mən içinə iynə ilə, şprislə su yedirtmirəm, yəni özü sulanır. Orada da yəni lanı ayıra bilmərsən. Məlum növdür. Sonra gözüm sulandı. Gözüm də sulananda təbii ki ağlayanda gözün sulanır və gözünü kimsə sulamır. Gözün özü sulanır. Yəni gözümü kimsə sulamadığına görə sula eləyə bilmərəm. Lanı bütöv götürməliyəm avtomatik. Aydındır? Lanı bütöv götürməliyəm, artıq bu da olur yenə məlumdur. Nə oldu? Baxmayaraq ki, işi özü icra etdi. Düzdür? İşi özü icra etdi. Amma məlum növdür. İşi özü icra etdi. Məlum növdür. Şəkilçi yoxdur. Şəkilçi olmalıdır ki, bu qayıdış olsun. Kabab sulandı, işi özü icra edir. Amma məlumdur. Burada artıq şəkilçimiz var. N şəkilçisi, ın üstü 4-dür. I'sı düşüb. 2 dənə saiti yanaşı işlədə bilmədiyinə görə o şəkilçinin saitini biz salmışıq. Və o artıq məchul növ feil sayılacaq. Aydındır, bu belə. Sonra icbar növə keçək. Demək, icbar növ feillərimizdə iki subyekt. Bir də testlərdə sizin qarşınıza nə çıxa bilər, onu da deyim. Test yazanda səhv yazmayasınız. Testdə deyir ki, hansı cümlələrdə deyir subyekt, belə deyir, subyekt obyektin yerinə keçib. Yaxşımı? Belə deyir. O zaman məchul növ cümlələri tap. Yaxşı, məchul növ cümləni tap. Subyekt obyektin yerinə keçir. Məsələn, dedi ya, bağ sulandı. Daha doğrusu belə düşürük. Subyekt obyektin yox, obyekt subyektin yerinə keçir, üzr istəyirəm. Obyekt subyektin yerinə keçir deyir, bağ sulandı. Yəni orada bağ obyekt əslində, düzdürmü? Amma mübtəda rolunda çıxış edib. Ona görə deyirik ki, obyekt subyektin yerinə keçir. Qapı döyüldü.
Qapı obyektdir, üzərində iş icra ediləndir. Amma qapı subyekt cümlədə olmadığına görə qapı mübtəda rolunda çıxış edib. Obyekt subyektin yerinə keçib. Yaxşımı? Elə olanda məchul növ cümlələri seçin testlərdə. Sonra icbar. İcbarda işi özü görməyəcək. Qayda iş növdə işi özü görür. İcbarda isə işi başqasına gördürür. Elə bir burada iki nəfər var, iki subyekt var. İşi görən tərəf var, bir də işi gördürən tərəf var. Yaxşımı? İki dənə subyektimiz var. Bura qeyd edək. İki subyekt. Hansılar oldu? İşi görən və işi gördürən tərəf olacaq. Məsələn, deyir ki, məktubu yazdırdı. Sonra deyir, yeri qazdırdı. Həm də biz bilirik ki, icbar növ feillər nədən nə yaranırdı? Təsirlidən yaranır, təsirli olaraq da qalır. Biz bunu da bilirik. Məktubu yaz nəyi? Təsirli feil. Məktubu yazdır nəyi? Təsirli feil. Təsirlidən təsirliyə. Yeri qazdır, qaz. Yeri qaz nəyi? Təsirli feil. Yeri qazdır nəyi? Təsirli feil. Deməli, icbar növ feillərdə dedik ki, iki subyekt var, işi özü görmür, məktubu özü yazmır, başqasına yazdırır, yeri özü qazmır, başqasına qazdırır. Amma bəzi hallarda bizi yəni çaşdıra bilərlər. Məsələn, deyir ki, güldürdü, güldürmək. Güldürmək sözünü verir, deyir bu icbar növdədirmi? İcbar deyil. Fikir verin. Güldürəndə mən işi başqasına elətdirmirəm. Mən gedirəm kimizə tutaq ki, Həsən adında birini güldürürəm. Düzdür? Mən eləyirəm də, mən güldürürəm. Mən nəsə bir mövzu danışmışam ona, o da gülüb, mən eləmişəm işi. Başqasına gördürməmişəm, yaxşımı? Bir də gül. Nəyə gül? Nəyə? Nəyə? Bu nə feilidir? Təsirli yox, təsirsizdir artıq. Təsirsiz feil. Düzdürmü? Axı bizdə icbar təsirlidən yaranır, təsirli olur. Bax ona görə də bunlar, yəni bu artıq icbar deyilsə məlum sayılacaq. Yaxşımı? Başqa növdə götürə bilmərsiniz. Çünki dır ancaq icbarda var. Yəni icbar deyilsə məlum növ sayılmalıdır. İcbarı da belə bildik. Sonra keçək qarşılıq birgəlik növümüzə. Qarşılıq birgəlik. Şəkilçini yazmışam burada. Iş üstü 4. Burada da yazalım. Ortaq bir şəkilçimiz var. Iş üstü 4. Fərqi təsirlidən təsirsizə. Qısa yazıram bura. Təsirlidən təsirsizə. Birgəlik təsirsizdən təsirsizə keçir. Qarşılıq növdə hərəkət, iş qarşı-qarşıya. Birgəlik növdə isə hərəkət, iş birgə baş verəcək. Hərəkəti birgə görürük. Qarşılıq növdə yazışmaq. Mən yazdım ki, o da mənə yazdı. Qarşı-qarşıya yazışırıq. Şəkilçimiz də var. Sonra deyir, elə salamlaşmağın özü. Amma diqqət eləyirik, sağollaşmaq olmaz. Çünki sağollamaq yoxdur dilimizdə, sağollamaq sözü yoxdur. Laş bütöv gedəcək, yaxşımı? Həmçinin sağol da bilirsiniz, mürəkkəb sözdür. Sağ və ol sözlərindən yaranmışdır, mürəkkəb sözdür və laş bütövdür, bu məlum sayılır, yəni icbar deyil. Daha doğrusu qarşılıq növ deyil, məlum növdür. Sağollamaq olmadığına görə, amma salamlamaq var dilimizdə. Sonra vuruşmaq, döyüşmək. Deyir müəllimə, axı biz birgə döyüşürük, biz birgə vuruşuruq. Ordular, ümumiyyətlə iki dövlət, iki ordu döyüşəndə bu A dövləti, bu B dövləti qarşı-qarşıya gəlib döyüşürlər, yaxşımı? Qarşılıq növü. Sonra birgəlik növdə artıq işi dedik ki, birgə icra edirik, gülüşmək. Birgə gülüşürük.
Birgə ağlaşırıq. Arzu edirəm ki, imtahan nəticələrimizdən sonra birgə gülüşək. Ağlaşmayaq, gülüşək. Hər zaman gülməyi arzulayıram sizə. Sonra itlər hürüşdü. Hürüşmək. Sonra qoyunların mələşmək. Bunlar birgəli növ feillər sayılır. Yəni birgəli növdən qarşılıq növü səhv salmayacaqsınız. Əsas məsələlər dediyim kimi baxın. Bu arada məsələn deyir, büzüşmək sözü qarşımıza çıxacaq. Burada da iş şəkilçimiz var. Amma ya meyvə büzüşür, ya soyuqdan kimsə büzüşür. Yəni soyuqda hava kimsə büzüşüb, kənara qısılıb. Yəni mən qarşı-qarşıya büzüşmürəm soyuqdan. Və yaxud da meyvə qarşı-qarşıya büzüşmür və yaxud da birgə büzüşmür. Bu artıq məlum növ sayılacaq. Yaxşımı? Buna da diqqət edin. Nə qarşılıq növ, nə də birgəli növ. Məlum növ götürəcəyik bu cür, yəni feilləri də. İndi keçək, feilin qrammatik məna növləri aydındır. Keçək feilin sadə şəkillərinə. Deməli, feilin sadə şəkilləri. Feilin sadə şəkilləri, əmr şəkli, arzu şəkli, vacib şəkli, xəbər də var, bura artırım qoy xəbəri. Xəbər şəkli, əmr, xəbər, arzu, vacib, lazım, şərt şəkli. Əmr şəklinin xüsusi bir şəkilçisi yoxdur. Yəni, şəxs sonluqlarda olar bu. Yəni, xüsusi şəkilçisi yoxdur. Gəl, get, qoy, yaz, götür, çayı süzün, pəncərəni bağlayın, otağı təmizləyin, lövhəni silin. Bunlar hamısı əmr şəklidir. Xəbər şəklinin şəkilçiləri, feilin zaman şəkilçiləri. Baxın, feilin zamanları buna görə silməmişəm. Çünki xəbərin şəkilçiləridir, feilin zaman şəkilçiləri. Sonra arzu şəklinin şəkilçisi A+2. Yəni, bu ya formasında da ola bilər. Əgər hansı halda sözümüz saitlə bitərsə, o zaman ya formasında da işlənə bilər. Y, yəni bitişdirici samitdir. Vacib şəkli, malı +2, malı məli. Lazım şəkli, ası, əsi. Şərt şəkli sa+2, sa, sə formasında işlənəcək. Feilin sadə şəkilləri, qeyd edirəm bura ki, kökə və ya başlanğıc formaya artırılacaq. Ya kökə artırırlar, ya da feilin başlanğıc formasına artırırlar. Yaxşımı? Ona diqqət edin. Deməli, baxaq indi bir-bir. Xəbərin şəkli, orada onsuz da biz feilin zamanlarından bilirik. Xəbər şəkli gəldi, gəlir, sonra gələcək. Bax, bunlar feilin xəbər şəklidir, zaman şəkilçiləri var çünki. Arzu şəkli, arzu ədatlarımız var. Kaş, gərək, barı, təki, kimi arzu ədatlarından işlənir. Kaş gələ, kaş oxuya, kaş yaza. Bunlar arzu şəklidir. Vacib şəklimiz malı məli. Bunun yazmalıdır. Məsələn deyir, yazmalıdır, dərsini yazmalıdır. Yəni, əslində feilin şəkilləri elə adı üstündə. Mən arzu şəkli deyir, kaş gələ. Arzulayır da, istək var bunun tərkibində. Vacib şəkli yazmalıdır. Dərsi yazmalıdır. Yəni, bu vacibdir. Məsələn deyir, kitabı oxumalıyam. Yəni, bu vacibdir ki, mən bunu oxumalıyam. Sonra lazım şəkli əsi, deyir, dərsi yazasıdır. Lazımdır ki, yazasıdır da. Kitabı oxuyasıdır. Bu lazımdır ki, oxuyasıdır. Sonra şərt şəkildə adətən əgər,
hərgah, bir halda ki və s. bağlayıcılarla işlənir, şərt bağlayıcılarla işlənir. Bir əgər gəlsə, oxsa, getsə və s. Kökə artırılır, yaxşımı? Şərt şəkli ilə cümlə bitməz. Çünki əgər gəlsə deyib dayana bilmirəm. Qarşı tərəf məndən gözləyəcək ki, mən cümləmin ardını gətirim. Əgər gəlsə nə, əgər oxusa nə, düzdürmü? Ardı mütləq gəlməlidir. Yəni şərt şəkli ilə cümləni biz bitirə bilmərik. Bunu da belə bilək. Vacib şəkli ilə lazım şəklinin inkarını yaradan zaman, deməli, vacib şəklində deyə bilirik də, mən deyir, yazmamalıyam, düzdürmü? Həm ma üstüki ilə düzəldə bilərsən, həm də deyil sözü ilə düzəldə bilərsən. Baxın, deyirəm, mən dərsimi yazmamalıyam. Və yaxud da deyirəm ki, yazmalı deyiləm. Düzdürmü? Hər ikisi ilə inkarı düzəldə bilərik. Amma lazım şəklində mən dərsimi yazmayasıyam. Demək olmur, yazmayasıyam, oxumayasıyam, demək olmur. Mamə ilə yox, yalnız deyil sözü ilə biz bunu inkarını düzəldəcəyik. Məsələn, yazası deyiləm, oxuyası deyiləm. Yaxşımı? Yəni, feilin lazım şəklindən, vacib şəklini deyil sözü ilə yarada bilər inkarı, vacibə həm də mamə inkar şəkilçisini artırmaq mümkündür. Sonra şərt şəkilçilərimiz. Şərt şəkilçisi də dedik sasə, yəni kökə və yaxud da başlanğıc formaya artırılır. Biz adətən feilin bu arzu yox, daha doğrusu vaciblə lazım şəklini feili sifətin şəkilçisində də var. Onlarla səhv salırıq. Şərti isə hissəcik var, imiş isə onlarla səhv salırıq. Deməli, bir dənə nümunə bunlara qeyd edim ki, feili sifət olduqda necə olur, feilin lazım vacib şəkli olduqda necə olur. Əslində, linki yerləşdirəcəm sizə yorum hissəsinə. Orada yəni feilin təsriflənməyən formalarını da oxuyacaqsınız, yəni dinləyəcəksiniz. Həmin o videoda izah etmişəm. Vacib şəkli ilə lazım şəkil feili sifətdən necə ayırmaq lazımdır. Amma yenə də burada bir qısa izah edim onu. Məsələn, bax, dedik yazmalıyam, düzdürmü? Bir məktub yazmalıyam. Sual ver. Nə etməliyəm? Feilin sualına cavab verir. Bu vacibdir. Vacib şəkli. Amma deyirəm ki, yazılmalı məktub. Artıq yazılmalı məktub deyəndə sual ver. Hansı məktub? Təyin olur burada və bu feili sifətdir. Feili sifətdir. Sonra asıya aid yazaq. Deyir ki, dərs yazasıyam, çalışma yazasıyam. Sual ver. Nə edəsiyəm? Feilin sualına cavab verdi, düzdür? Bu lazım şəkli sayılır. Amma deyirəm ki, yazılası dərs. Artıq burada sual, nə dərs, necə dərs? Yazılası dərs. Hansı dərs, yazılası dərs, feili sifətdir. Yaxşı? Bunu da belə fərqləndiririk. Sonra gəlin keçək idi, imiş, isə hissəciklərindən feilin zamanlarını, feilin şərt şəklini səhv salmamağa keçək. Deməli, idimiş hissəciklərini də qısa qeyd edim ki, feilin sadə şəkilləri nəyə artırıldı? Kökə, başlanğıc formaya. Yaxşımı? Artırılır. Amma
idi, imiş isə hissəcikləri feilin sadə şəkillərindən sonra artırılacaq. Yaxşımı? Bunu da belə yadda saxlayın. İdi, imiş isə hissəcikləri feilin sadə şəkillərindən sonra artırılacaq. Nümunələr əsasında izah edək. Yazıram bura feillər. Və sair. Bir dənə də yazdım bura. Deməli, gəlirdi. Sözümüzün kökü gəl, düzdürmü? Ona sonra artırılan ır indiki zamandır. Biz baxırıq ki, sonra burada d üstü 4 şühudiyə oxşayan bir şəkilçi də var. Unutmayın ki, bir feil, bir hərəkət bir zamanda baş verər. Biz bir feili həm indi, həm də keçmiş zamanda baş verdirə bilmərik. Bir feil bir zamanda baş verər. Ona görə əgər ır indiki zamanı artırmışıqsa birinci sözə, yəni bu indiki zamandadır. Deməli, d isə idi hissəciyi sayılır. Gəlir, idi. Baxın, məsələyə belə baxırıq. Gəlir, idi. İdi hissəciyi, d idi olacaq, şühudi olmayacaq. Gəlmişdi. Artırmışıq mış. Nəqli keçmiş zamanmış şəkilçisini, düzdürmü? Yəni bu nəqli keçmiş zamandadırsa, həm də şühudi keçmiş zamanda ola bilməz. Aydındır? Deməli, buradakı d idi hissəciyi olacaq. Gəlmiş idi, həm də ayırın da. İdi imiş isəni sözdən ayrı deyə bilirsən, tələffüz edə bilirsən, ayıraraq da görə bilərsiniz. Sözün kökü gəl, gəlmək. Gəlib, ib keçmiş zaman, nəqli keçmiş. 2 dənə nəqli keçmişi artıra bilmərəm axı bir sözə. Birini artıraram da. Bu elə bir ki, yeməyə 2 dəfə duz tökmüsən. Elə olmaz. Bir feilə bir dənə zaman artırmaq olar. Ib keçmişdirsə, mış imiş hissəciyi olacaq artıq. Aydındır? Sonra oxuyursa, oxu sözün kökü. Ir indiki zaman. Ir indiki zamandırsa, indiki zaman, ümumiyyətlə zaman şəkilçiləri feilin xəbər şəkilləri sayılır, düzdürmü? Yəni bu söz xəbər şəklindədir. Yəni bu söz əgər indiki zamanı artırmışam, xəbər şəklindədirsə sözüm, mən bunu həm də şərt şəklindədir deyə bilmərəm. Bu söz şərt şəklində sayılmır. Çünki bir feil bir şəkildə olar, bir feil iki şəkildə olmaz. Necə ki, bir feilə iki zaman artıra bilmirik, həmçinin də bir feili iki şəkildə işlədə bilmərik. Yəni buna da diqqət edin. Deməli, əgər ir indiki zamandadırsa və sözüm xəbər şəklindədirsə, sa isə hissəciyi olacaq. Yaxşı? Oxuyur isə, oxusa artıq sa görürəm ki, kökü artırılıb birbaşa. Yəni zaman yoxdur. Yaxşımı? Feilin sadə şəkilləri yoxdur başqa bu sadan əvvəl. Deməli, bu sa şərt şəkildir. Maraqlanmışdıq. Maraq sözün kökü, düzdürmü? Sonra mış keçmiş zaman. Keçmiş zamandırsa, artıq çızı yazıram, keçmiş zaman. Həm də burada dıq şəkil, çox zaman uşaqlar çox böyük belə kobud bir səhv edirlər. Dığı bütöv qrammatik götürürlər, çox böyük bir səhvdir, yəni diqqət edin uşaqlar. Dilimizdə dıq deyə bir şəkilçi yoxdur. D qrammatik, yəni q ayrı qrammatik, yaxşımı? Dığı parçalamalısan. D ayrı, q ayrı. Buradakı q ad ək şəkilçisidir. A-sı düşüb sadəcə. İxtisar olunub. Çünki iki sait yanaşı gələndə avtomatik onu ixtisar etmişik. Belə baxırıq. Əgər bu söz keçmiş zamandadırsa, yenə də keçmiş zaman artıra bilərəm? Yox. Deməli, bu keçmişdirsə, bu idi hissəciyidir. Keçmiş deyil. Yaxşımı? Yazıldı sözündə isə yaz sözün kökü ıl, məhsul növün şəkilçisi, leksik şəkilçi, d isə artıq şühudi
keçmiş zaman. Deməli, buradakı zaman nəyə artırılıb? Feilin başlanğıc formasına. Başlanğıc formada bilirik ki, qrammatik şəkilçiyə qədər olan hissədir. Başlanğıc formasına artırılıb. Buradakı zaman isə feilin yəni kökünə, həm də başlanğıc formasına artırılıb. Çünki leksik şəkilçimiz yoxdur. İdimiş isə hissəciklərini feilin şəkillərindən, feilin zamanlarından bu formada ayırd edə bilərsiniz. Bu qədər dərsimiz. Ümid edirəm ki, hər kəs üçün yararlı oldu. Videonu bəyənməyi və paylaşmağı unutmayın. Bir də abunə olsanız çox sevinərəm. Təbii ki, sizin abunə olmağınız, sizin videoları bəyənməyiniz bizə də böyük bir stimul verir. Necə siz qiymətlərinizdə 5 aldığınız zaman sevinirsiniz, biz də layıq gəldiyi zaman sevinirik, həvəslənirik daha çox video çəkməyə, like etməyi unutmayın və rəy bölməsində əgər zəif olduğunuz hər hansı bir mövzu, bölmə olarsa, onu da qeyd edin, izahını çəkib paylaşaram. Buyurun.